Qarşıdan bayram gəlir. Süfrələrinizi səbzi pulovla bəzəmək istəyirsinizsə, bu paylaşımım elə sizlikdir. İlk əvvəl mal əti doğranıb tavaya əlavə olunur. Üzərinə su əlavə edib bişirilir. Düyü yaxşı-yaxşı yuyulur. Üzərinə su, duz əlavə olunub kənara alınır. Zəfəran dəmlənir. Qazmaq hazırlayaq. Yumurta, qatıq, kərə yağı, şəkər tozu, duz, sarı kök, un əlavə olunub yumşaq xəmir yoğrulur. Soğan doğranır. Bizə göyərtilərdən lazımdır. Göy soğan, kəvər, cəfəri. Göy soğanı doğrayarkən o biri göyərtilərə qatmayın. Doğrayarkən də diqqət edin ki, xırda doğranmasın. Çəkilmiş mal ətinin üzərinə duz istot əlavə olunub xırda kiftələr tutulur. Dağ olunmuş yağa əlavə olunub qovurulur. Üzərinə qaynamış ət əlavə olunur. Ətlə də bir yerdə qovurub, duz istotunu əlavə edib, elə həmin o yağdan yığılır, soğan əlavə olunur. Soğan qovurulur, üzərinə göy soğan əlavə olunur. Ətləri də əlavə edib, bir 5 dəqiqə təkrar bişirilir. Üzərinə doğradığımız göyərtiləri, bulyonu əlavə edib bişiririk. Sonda üzərinə sarı kökünü, limon suyunu, əgər yağı azdırsa kərə yağını da əlavə edib vamutda dəmə qoyulur. Qaynamış suya düyünü əlavə edirik. Artıq bişib süzülür. Altından hazırladığımız xəmiri əlavə edib düyü yerləşdiririk. Üzərindən bol kərə yağını, zəfəranını əlavə edib dəmlənir. Müsibət. İndi gəlin süfrəyə verək. Bəh. İnanıram ki, hazırlayan xanımlarımız peşman olmaz. Mütləq yaddaşa alın. Hazırlayın, ağız dadı ilə nuş edin. Hələlik.